Deməli, təsəvvür eləyin, Sovet İttifaqı kimi nəhəng bir imperiya gözümüzün qabağında çökür və bu dağıntılar altından onlarla millət öz taleyini həll etmək üçün, bilirsiniz, tarixi bir şans əldə edir. Bax, bugün biz məhz Azərbaycanın suverenliyə gedən o mürəkkəb, o keşməkeşli yolundan danışacağıq. Bəli, çox vacib bir sualdır. Cavabı isə əlbəttə heç də sadə deyil. Siyasi gərginlik, güclü bir xalq hərəkatı və düzgün zamanda yaxalanan tarixi fürsətlər, bütün bunlar bir-birinə qarışıb. Gəlin elə birlikdə Azərbaycanın müstəqilliyə doğru addımlarını bir-bir izləyək. Hər şey deməli 90-cı illərin lap əvvəllərində başladı. O nəhəng Sovet imperiyası artıq çat verirdi, laxlayırdı. Və məhz bu vaxt Azərbaycanda dəyişiklik küləkləri əsməyə başlamışdı. Hiss olunurdu ki, bu küləklər özü ilə tamam yeni bir gələcək gətirir. Baxın, o dövrün əsas siyasi mənzərəsini anlamaq üçün bu iki şəxsiyyəti bilmək mütləqdir. Deməli, bir tərəfdə kim idi? Moskvanın adamı Ayaz Mütəllibov. Digər tərəfdə isə illər sonra Naxçıvanda yenidən siyasətə qayıdan və xalq arasında böyük nüfuzu olan Heydər Əliyev. Yəni, bu əslində sadəcə iki liderin yox, iki fərqli gələcək baxışının, iki fərqli yolun toqquşması idi. Və bu heç də sadəcə simvolik bir jest deyildi, bunu anlamaq lazımdır. Bu həqiqətən də çox cəsarətli bir addım idi. Düşünün, hələ SSRİ rəsmən dağılmayıb, amma Naxçıvanda Respublikanın adından o Sovet sosialist sözləri çıxarılır və Xalq Cumhuriyyətinin üçrəngli bayrağı qaldırılır. Bu, birbaşa Moskvaya, mərkəzə bir meydan oxumaq idi. Elə bil bütün ölkə üçün müstəqilliyə gedən yolun ilk qılcımı məhz orada yandı. Və sonra hər şeyi dəyişən, bütün prosesi sürətləndirən o an gəldi. Söhbət 1991-ci ilin avqustundan gedir. Görəsən, Moskvada baş verənlər Azərbaycandakı müstəqillik hərəkatına necə təsir etdi? Gəlin, indi buna baxaq. Bu tarixlərə diqqətlə baxın, çünki ardıcıllıq hər şeyi deyir. Moskvada çevriliş cəhdi baş verir, uğursuz olur və bir anda mərkəzi hakimiyyət iflic vəziyyətinə düşür. Bu xəbər Bakıya çatan kimi nə baş verir? Fövqəladə vəziyyətə rəğmən yüz minlərlə insan azadlıq meydanına axışır. Təsəvvür edin o təzyiqi və nəticə, cəmi bir həftə içində Ali Sovet xalqın tələbi ilə o tarixi bəyannaməni qəbul etməli olur. Bəs xalq nə istəyirdi? Tələblər çox aydın, çox konkret idi. Yəni, söhbət sadəcə müstəqillik istəyirik deməkdən getmirdi. Baxın, bu 4 bəndə. Seçkiləri dayandırmaq, Ali Soveti buraxmaq, Komünist Partiyasını ləğv etmək. Bunlar Sovet sisteminin kökünü qazmaq deməkdir. Və ən əsası, 4-cü tələb, Qarabağda Azərbaycanın suverenliyini təmin etmək. Yəni, müstəqillik həm də ərazi bütövlüyü deməkdir. Yaxşı, bəyannamə qəbul olundu. Amma bu, hələ ki bir niyyət bəyanatı idi. Hələ işin böyük hissəsi qabaqdaydı. İndi bu müstəqilliyi kağız üzərindən real həyata keçirmək, yəni yeni dövlətin möhkəm hüquqi təməllərini atmaq lazım idi. Və bax, bu sənəd, Konstitusiya aktı, müasir Azərbaycan Respublikasının, demək olarsa, doğum şəhadətnaməsidir. Burada çox önəmli bir məqam var. Akt sadəcə sıfırdan yeni bir dövlət qurmurdu. O deyirdi ki, biz 71 il əvvəl bolşeviklər tərəfindən işğal edilən Azərbaycan Xalq Cumhuriyyətinin birbaşa varisiyik. Yəni, bu, həm də tarixi ədalətin bərpası idi. Yaxşı, bəs bu Konstitusiya aktı praktikada nə deməkdir? O, hər şeyi aydınlaşdırırdı. Deyirdi ki, biz artıq suveren, dünyəvi bir dövlətik. Ərazimizdəki bütün o Sovet mülkiyyəti, zavodlar, fabriklər, hər şey artıq bizimdir. İqtisadiyyatımız bazar iqtisadiyyatı olacaq. Vətəndaşların hüquqları qorunacaq və ən vacibi, sərhədlərimiz toxunulmazdı. Əslində, bu maddələr gələcək Azərbaycanın bir növ yol xəritəsi idi. Heydər Əliyevin bu sözləri o dövrün ruhunu çox dəqiq ifadə edir. Yəni, Sovet imperiyası dağılır. Bu, sadəcə bir faktın konstatasiyası deyil. Bu, həm də o deməkdir ki, biz Azərbaycan olaraq bu dağıntılar içində öz yolumuzu tapmalı, öz çətinliklərimizlə üz-üzə qalmalıyıq. Tarixi bir anın canlı şahidindən gələn çox güclü bir mesaj idi bu. Və budur, 1991-ci ilin dekabrında nöqtə qoyulur. 70 ildən çox hökm sürən o nəhəng super güc, Sovet İttifaqı rəsmən tarixə qovuşur. Bu, artıq hər şeyin geri dönməz olduğunu göstərirdi. Bu, Azərbaycan üçün də, digər respublikalar üçün də öz taleyini tamamilə 100% öz əlinə almaq üçün son qəti bir fürsət demək idi. Parlament öz sözünü demişdi, Konstitusiya aktı qəbul olunmuşdu. Amma son sözü kim deməli idi? Əlbəttə ki, xalq və dekabrın 29-unda keçirilən referendumda xalq öz sözünü dedi.
Nəticə, heç bir şübhəyə yer qoymayan yekdil bir hə. Bu sadəcə bir səsvermə deyildi. Bu, yeni qurulan dövlətə xalq tərəfindən verilən ən güclü, ən legitim dəstək idi. Hər şey əla görünür, elə deyilmi? Müstəqillik elan olunub, xalq dəstəkləyib, amma reallıq təəssüf ki, heç də belə sadə deyildi. Müstəqillik kağız üzərində qazanılmışdı, ancaq bu, problemlərin bitdiyi yox, əksinə yeni və daha ciddi problemlərin başladığı anlamına gəlirdi. Bir tərəfdən, əlbəttə, dövlət quruculuğu işləri gedirdi. Yeni dövlətin simvolları yaradılırdı. Baxın, üç rəngli bayrağımız qəbul edildi, daha sonra dövlət gerbimiz təsdiqləndi. Bunlar çox vacib idi, çünki bir millətin suverenliyinin, özünə inamının simvollarıdır. Amma bütün bu quruculuq işlərinin üstünə ağır bir kölgə düşürdü. Və bu bəlkə də hekayəmizin ən ağrılı hissəsidir. Çünki eyni vaxtda Qarabağda müharibə alovlanırdı və 1992-ci ilin fevralında baş verən Xocalı soyqırımı. Bu təkcə bir hərbi fəlakət deyildi. Bu, hələ ayağa durmağa çalışan gənc respublikanın ürəyinə vurulan dəhşətli bir zərbə idi. Bu tarixlərə bir baxın. Cəmi bir neçə ay ərzində baş verənlərə tam bir xaos. Xocalıdan sonra prezident Mütəllibov istefa verir. Sonra Şuşa işğal olunur. Siyasi böhran daha da dərinləşir. Mütəllibov bir anlıq geri qayıdır. Amma cəmi 4 gün sonra xalq cəbhəsi hakimiyyəti ələ keçirir və o ölkədən qaçır. Görürsünüz, cəbhədəki hər bir məğlubiyyət Bakıda siyasi zəlzələ yaradırdı. Ölkə demək olar ki, idarə olunmaz vəziyyətdə idi. İçəridə vəziyyət belə gərgin olsa da, unutmaq olmazdı ki, dünya da var və Azərbaycanın özünü dünyaya tanıtması, dünya birliyinin bir parçası olması həyati dərəcədə vacib idi. Çünki sənin müstəqilliyini başqaları tanımayanda o müstəqillik yarımçıq qalır. Və bu yolda ilk addımı kim atdı? Əlbəttə ki, qardaş Türkiyə. 1991-ci ilin noyabrında Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə oldu. Bu sadəcə rəsmi bir tanıma deyildi. Bu, o çətin günlərdə çox böyük bir mənəvi dəstək, siyasi bir dayaq idi. Və bu addım sanki digər ölkələr üçün də bir qapı açdı. Və sonra proses sürətləndi. Baxın bu siyahıya. 91-ci ilin dekabrında İslam Konfransı Təşkilatı, 92-nin fevralında İqtisadi Əməkdaşlıq Təşkilatı və ən əsası 1992-ci il martın 2-si Azərbaycan Birləşmiş Millətlər Təşkilatının üzvü olur. Bu artıq suverenliyinizin bütün dünya tərəfindən qəbul edilməsi deməkdir. Ardınca ATƏM, MDB, daha sonra Avropa Şurası. Bu siyahı əslində Azərbaycanın yeni dünya düzənində öz yerini necə cəlb və qətiyyətlə tutduğunu göstərir. Beləliklə, bir sual ortaya çıxır. Bütün bu hadisələr, o ilk illərdəki dərin siyasi qeyri-sabitliyi, müharibənin gətirdiyi böhranlar, bütün bunlar müasir Azərbaycanın bugünkü yolunu, bugünkü xarakterini necə formalaşdırdı? Bu hadisələr sadəcə tarixdə qalmış bir hekayə deyil. O dövrdə yaşananlar, o çətinliklər, o təcrübələr bugünkü Azərbaycanın DNT-sindədir. Bax, bu sual üzərində düşünmək bəlkə də o dövrün bizə buraxdığı ən böyük mirası anlamağa kömək edər.